Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda 2000 və 2025-ci illərdə qəbul imtahanına düşmüş atom nüvə fizikasının suallarının izahına baxacağıq. Və onu da qeyd edeyim ki, kanalda digər mövzuların da izahları paylaşılıb baxa bilərsiniz. Başlayalım vaxt itirmədən birinci sualdan. Nə deyir deməli? Tam enerji E bərabərdir 9,4 giga elektron voltdur. Elektron volt. Olan neytronun kütləsi onun sükunət kütləsindən neçə dəfə böyükdür. Neytronun sükunət enerjisini də veriblər bizə. Y0 bərabərdir 0,94 elektron volt. Əslində bu çıxarılıb qəbul imtahanından, amma gəlin həll eləyək. Deməli, nə edirsiniz burada? Y bərabərdir MC kvadratından. Bax, bu bizim foton enerjisinin düsturudur. MC kvadratıdır. Sükunət enerjisini yazanda isə yazırsınız. Y0 bərabərdir M0 S kvadratı. Bizdən soruşur ki, sükunət kütləsindən, neytron kütləsi sükunət kütləsindən neçə dəfə çoxdur? Yəni M bölü M0'ı soruşurlar. Enerji ilə necə asıldı? Düz asıldı. Onda nə yazacaq? Y bölünsün Y0 yazacaq bura. Buradan 9,4 bölünsün 0,94'dür. Bu da eləyəcək 10. Deməli 10 dəfə böyük olur. Y variantı olacaq cavab. İkinci sual. Tam enerji Y bərabərdir. Yenə eyni sualdır. 4,7 elektron voltdur. Sükunət enerjisini veriblər bizə Y0 bərabər 0,94. Bizdən yenə deyək ki, protonun kütləsi sükunət kütləsindən neçə dəfə çoxdur? Yazırıq M bölü M0 bərabərdir Y bölünsün Y0 düsturundan istifadə edəcəyik. Burada da yerinə qoysaq 4,7 bölünsün 0,94. Bəs bu nə deməkdir? 470 bölünsün 94 deməkdir də. Deməli, bu da eləyəcək. Deməli, 5,9'un 4,5 dəfə. 5 dəfə çox olacaqdır. Amma bu suallar da qəbul imtahanına düşmür. Çünki nisbilik nəzəriyyəsini çıxardıblar proqramdan, ona görə də keçmirik bunu mövzularda da. Üçüncü sual. Uran 92-235 izotopunun, Uran 92-235 atomunun daha doğrusu nüvəsindəki neytronların sayı nə qədərdir? Baxın, bu indeksdə olan yük ədədini göstərir. Bu yuxarıda olan isə kütlə ədədidir. Onda yük ədədimiz, yəni proton sayıdır. Proton sayı neçədir? 92. Kütlə ədədi neçədir bəs? 235. Kütlə ədədi proton sayı ilə neytron sayının cəminə bərabərdir. Yəni Z proton sayını Z-lə göstərir, neytron sayını da N-lə. Bizdən soruşur neytronların sayını tapın. Onda neytronların sayı nədir? Kütlə ədədi çıxılsın, protonların sayıdır. Başqa sözlə 235 çıxaq neçə? 92. 5'dən 2 çıxanda 3 qalır. 13'dən deməli 9 çıxanda neçə qalacaq? 4 qalacaq. 2 də burada 143. Bir onluq vermişdik bura. Oldu 143. 143 dənə neytronu var. Uran 92-235 atomundakı elektronların sayı nə qədərdir? Bu neytral atomdur. Neytral atomda proton və elektronların sayı eyni olmalıdır. Proton sayı 92 isə elektron sayıda neçə olmalıdır? Elektron sayıda 92 olacaqdır. Cavab olur D variantı. Aşağıdakı elementar zərrəciklərdən hansının elektrik yükünə malik deyil? Proton malikdir, elektron malikdir, pozitron malikdir, elektron əkizidir, antiproton malikdir, proton əkizidir. Neytronun elektrik yükü yoxdur, sıfırdır. 6-cı sual. Aşağıdakı elementar zərrəciklərdən hansı sükunət kütləsi sıfıra bərabərdir? Fotonun sükunət kütləsi sıfırdır. Fotonun yükü də sıfırdır uşaqlar. Elektrik yükünə də malik deyil. 7. Radioaktiv elementin yarım parçalanma periodu 4 ildir. Neçə ildən sonra elementin aktivliyi 4 dəfə azalar. Aktivliyin düsturu A bərabərdir. A0 vurulsun 2 üstü mənfi T bölək T. Bax, bu düsturla tapırsınız. Neçə dəfə azalmalıdır? 4 dəfə. Yəni, başlanğıc A0 idisə 4 dəfə azalsın deyir. Onda yazırıq, bax, belə də A bərabərdir. 4'də 1 A0'dan 4 dəfə azalıbdır. Periodumuz neçə ildir? 4 ildir. T də bərabər 4. Bizdən soruşur balaca T. Gətirib yerinə qoyuruq onda. A-nın yerinə 4'də 1 A0 bərabərdir. A0 2 üstü mənfi. Burada bir dənə yer açalım. Deməli, 2 üstü mənfi. T'imiz bilmirik, T'yi tapırıq. Bölünsün, böyük T'imiz də 4'dür. Bu A0'lar ixtisar gedər buradan. 4'də 1'i yazacaq. 2 üstü mənfi 2 yaza bilərsiniz 4'də 1'i. Əmsallar eyni olsun deyə. 2 üstü mənfi 2 bərabərdir. 2 üstü mənfi T bölək 4. İndi əmsallar eynisə üstlər də eyni olmalıdır.
Onda yazacağıq 2 bərabərdir t bölək 4. T bərabər nəyə? 8. Deməli, zaman neçə olacaq? 8 olacaqdır. Cavab olacaq Y variantı. Növbəti sualımız 8-ci sualdır. 6 ildən sonra radioaktiv elementin aktivliyi 4 dəfə azalarsa, yarım parçalanma periodu neçə ildir? Yenə eyni tip sualdır. Burada isə zamanı veriblər, periodu soruşurlar bizdən. Neçə dəfə azalır? 4 dəfə. Onda yazırıq ki, 4də 1 A0, 4 dəfə azaldıq ki, bərabərdir A0, 2 üstü mənfi, T bölək böyük T'dir. T'miz neçədir? 6-dır. Period tapırıq, sualdır. Bu A0'ları buradan ixtisar elədik. 4də 1-in yerinə yazdıq. 2 üstü mənfi 2 bərabərdir. 2 üstü mənfi 6 bölək T. Əmsallar eyni, üstlər də eyni olmalıdır onda. Yazırıq 2 bərabərdir 6 bölək T'yə. T neçə olacaq? 3 olacaqdır. Deməli, 3 ildən sonra A variantı olur. Beta çevrilmə zamanı nüvənin yükü necə dəyişər? Burada uşaqlar bizə beta mənfi və ya beta müsbət olduğunu deməlidirlər. İndi beta mənfi çevrilmədə nüvənin yük ədədi bir vahid artır. Gəlin onu eləyəyim. Beta mənfi kimi götürüb eləyəcəm. Hər hansı bir nüvədir, XZ adı beta mənfi çevrilməyə məruz qalıb. Beta mənfidə elektron çıxır. Bir də alınır yeni bir element Z1, A1. Baxın, burada sol tərəfdəki yük ədədi ilə sağ tərəfdəki yük ədədlərin cəmi bərabər olmalıdır. Yəni Z1 çıxaq 1 bərabər olmalıdır Z-ə. Buradan Z1 nəyə bərabər oldu? Z plus 1-ə. Proton sayı bir vahid artdı. Beta mənfi çevrilmədə neytronun biri protona çevrilir. Bunu yadınızda saxlayın. Kütlə ədədi isə dəyişməyəcək. A bərabərdir. A1 üstə gələk 0 deyil. A1 nəyə bərabərdir? A-ya. Kütlə ədədi dəyişmir. Amma beta mənfi çevrilmədən söhbət elədim mən burada. Beta müsbət olsaydı yük ədədi bir vahid azalardı. Beta müsbətdə proton elektrona çevrilir. İndi beta mənfi götürdüyüm üçün deməli bir elementar yük vahidi qədər artar. C variantı olacaq. Amma beta müsbət olsaydı B götürəcəkdik. 10. Alfa parçalanması zamanı nüvənin yükü necə dəyişər? Alfa parçalanması zamanı nüvədən helyum nüvələri çıxır. Yəni 2 proton, 2 neytron çıxır da. XZA alfa çevrilməsi zamanı nüvədən helyum nüvələri, müsbət nüvələri çıxır. Müsbət 2, 4-dür. Alınıb hər hansı bir element Z1, A1. İndi burada yenə eyni qayda. Soldakı yük ədədi Z, sağdakı yük ədədlərinin cəminə bərabər olmalıdır. Onda Z1 nəyə bərabərdir? Z çıxılsın 2. Deməli, alınan elementin yük ədədi neçə vaid azaldı? 2 vaid. Kütlə ədədi də eyni qaydada. Soldakı bərabər olmalıdır sağdakıların cəminə. A bərabər 4 plus A1. Onda A1 nəyə bərabərdir? A çıxılsın 4 yazacağım. Deməli, kütlə ədədi də neçə vaid azaldı? 4 vaid azaldı. İndi bizə deyir yük ədədi necə dəyişər də? Yük ədədi 2 vaid nə edir? Azalır. 2 elementar yük vaid qədər azalacaqdır. Cavab olacaq Y variantı. Çünki Z çıxaq nə tapdıq? 2. Şəkildə atomun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Ən böyük kütləyə malik fotonun şüalanmasına uyğun keçid hansıdır? Şüalanma deyirsə ox aşağı olmalıdır. Şüalanmada ox aşağı, udulmada yuxarı olur. İndi bizə şüalanma deyib burada. Şüalanma deyib. Bu yuxarı olanlara atırsız gedir. Deməli ya 1 olmalıdır ya da 4 olmalı da. 1 ilə 4 olmalı. Bu ikisindən 1 olmalıdır. Bəs kütlə ədədi oxun uzunluğu ilə necə asıldı? Düz asıldı. Bunu hardan bilirsiniz? Fotonun enerjisi Yn çıxılsın Ym'dir da. Yəni N'inci səviyyədən M-inci səviyyə gələndə o şüalandırdığı foton enerjisinin bu düsturunu tapırıq. Digər tərəfdən foton enerjisinin yerinə nə yaza bilərəm? MC kvadratı bərabərdir Yn çıxılsın Ym yaza bilərəm. Göründüyü kimi bunu modulda yazın ki, hər zaman mənfi almayasınız. M burada fərqlə necə asıldı? Düz asıldı. Baxın, 2-dən bura gələndə daha çox enerji şüalandırır özündən. Amma buradan gələndə daha az enerji şüalandırır. Belə düşünə bilərsiniz. Məsələn, misal üçün deyirəm bunu. Tutaq ki, bura 4 elektron voltdur. Bura məsələn 3 elektron voltdur. Burada olsun 1 elektron volt. Yenə deyirəm, bu misal üçün çəkdim. Bu belə deyil heç də. Daha doğrusu heç belə eləməyək. Bura məsələn olsun tutaq ki, mənfi 4 elektron volt, bura mənfi 6 elektron volt, bura 10 elektron volt. Əslində birinci enerji səviyyə 13,6-dır mənfi. İndi bunu göstərmək üçün yazdım. Baxın, 3-dən 4-ə gələndə nə qədər enerji şüalandırır özündən? 2 elektron volt. Bəs 2-dən 1-ə gələndə nə qədər şüalandıracaq? 4 elektron volt. Bu məsafə ona görədir. Enerji daha çox fərq olur ona görə. Deməli, oxun uzunluğu ilə düz asıldı. Belə də yadınızda saxlayırsınız.
onda nə olacaq? 1-i götürəcəyik. Ox harda böyüksə, şüalandırdığı fotonun kütləsi, tezliyi, enerjisi necə asıldır? Böyükdür. Yəni ox harda uzunsa bunlar oxun uzunluğu ilə düz asıldır. Oxun uzunluğu ilə düzdür. Dalğa uzunluğu isə oxun uzunluğu ilə tərs asıldır. Oxun uzunluğu ilə tərs asıldı. On ikinci sual. Hidrogen atomunun 6-cı həyəcanlanmış haldadır. Atom hansı energetik səviyyəyə keçəndə görünən işıq şüalanır? Baxın, birinci enerji səviyyəsinə gələndə, hər hansı N-dən 1-ə gələndə ultra bənövşəyi şüalar şüalandırılır. N-dən 2-yə gələndə görünən şüalar, N-dən 3-ə və 3-dən yuxarıya, 4-ə, 5-ə və s. gələndə isə infraqırmızı şüalar şüalandırılır. İndi bizə nə deyir? Görünən şüalar. Onda hara gəlməlidir? İkinci enerji səviyyəsinə. Hansı elementar zərrəcinin sükunət kütləsi 0-a bərabərdir? Fotonun sükunət kütləsi yoxdur, 0-dır. Hansı elementar zərrəcinin elektrik yükünə malik deyil? Neytronun elektrik yükü yoxdur. Fotonun da yoxdur. İndi burada bir dənə neytron dostdur. Alfa şüaları ibarətdir. Helyum nüvələri selindəndir. Alfa şüaları helyum nüvələri selindən ibarətdir. Helyum 2 4-dür. Helyum müsbət 2 4-dür. 16-cı sual. Beta şüaları ibarətdir elektron selindən. Beta mənfi şüaları demək istəyir burada yəqin ki. Elektron selindən ibarət olacaqdır. Cavab oldu A variantı. Nüvənin rabitə enerjisinin vahidi. Rabitə enerjisinin vahidi joule və ya elektron voltdur. Ona görə cavab C variantıdır. Şəkildə çevrilmiş, yəni parçalanmış radioaktiv nüvələrin sayının zamandan asılı qrafiki verilmişdir. Nüvələrin yarım çevrilmə periodunu təyin edin. Bizdən periodu soruşur. Burada bir dənə yer açağın. Baxın, düsturumuzu yazsaq, çevrilmiş nüvələrin sayı delta N bərabərdir N0 1 çıxaq 2 üstü mənfi T bölək T. Gətirib yerinə qoyağın. Delta N 6 gündə nə qədərə çevrilib? 4-də 3-ü. Onda yazıram 4-də 3 N0. N0 1 çıxılsın 2 üstü mənfi T'miz neçədir? Zamanımız 6 bölünsün T. Belədir. N0'ları buradan atdınız. Qaldı 4-də 3 bərabərdir 1 çıxaq 2 üstü mənfi 6 bölək T. İndi bu 2 üstü mənfi 6 bölək T'ni keçirdirik. Sol tərəfə oldu müsbətdir. Mənfi idi müsbət olacaq. 6 bölək T bərabər 1 çıxaq 4-də 3. Bu da 4-də 1 olur da. Onda 2 üstü mənfi 6 bölək T bərabərdir. Bunu 4-də 1 yazdıq. 4-də 1 də 2 üstü mənfi 2 kimi yaza bilərik. Əmsallar eynidirsə üstlər də eyni olmalıdır. Onda yazırıq 6 bölək T bərabərdir 2-yə. Mənfilər atdım. T nəyə bərabərdir bəs? 6 bölək 2 oldu 3 gün. Cavab olur Y variantı. Sadəcə düsturu yerinə qoyursunuz, çıxır. Növbəti sualımız 19-cu sual. Şəkildə çevrilmiş radioaktiv nüvələrin sayının zamandan asılı qrafiki verilmişdir. Nüvələrin yarım çevrilmə periodunu təyin edin. Deməli, eyni sualdır. Nə edirik? Baxın, burada eyni qaydan yazacağıq. Yazacağıq ki, delta N bərabərdir N0, 1 çıxaq 2 üstü mənfi T bölək T. Delta N'imiz neçədir? 8-də 7-dir. 8-də 7 N0 birbaşa yazağın. N0, 1 çıxaq 2 üstü mənfi T bölək. T'miz neçədir? 24-dür da. 24 yazıram, bölünsün T. Belə olacaq. Buradan ixtisarlarımız eləsə N0'lar gedəcək. Bu N0'lara atdıq. 8-də 7 bərabərdir. 1 çıxılsın 2 üstü mənfi 24 bölək T'yə. Buradan 2 üstü mənfi 24 bölək T bərabərdir. 8-də 7 sağa keçirdin, olacaq 8-də 1. 1-dən çıxdıqda. Bunda necə yazmalar? 2 üstü mənfi 3 kimi. 2 üstü mənfi 24 bölək T bərabərdir. 2 üstü mənfi 3-ə. Əmsallar eyni, üstlər eyni olmalıdır yenə. 24 bölək T bərabərdir 3-ə. Onda T bərabər neçəyə? 8-ə. Cavab olur B variantı. 20-ci sual. Şəkildə radioaktiv parçalanmada alfa, beta və gamma şüaların maqnit sahəsinə meyl etməsi göstərilmişdir. Maqnit sahəsinin induksiya vektoru hansı istiqamətdə yönəlmişdir? Baxın, alfa necədir? Müsbət yükdür. Və hansı istiqamətdə gedir? Bu istiqamətdə. Sürət yəni yuxarı idi da burada. Lorentz qüvvəsi hər zaman hara olmalıdır? Çevrənin mərkəzinə.
Lorentz qüvvəsi də budur. Lorentz qüvvəsinin istiqamətini sol əllə təyin edirsiniz. Surət haradır? Yuxarıdır. 4 barmaq yuxarı olmalıdır. Baş barmaq nəyi göstərməlidir? Lorentz qüvvəsinin istiqamətini. Baş barmağımız oldu deməli sağa. Bax bunu çevriyə tamamlasam belə olacaq. Sağa doğru oldu. 4 barmağımız da yuxarı. Ovcumuzun içəri baxır, şəklə baxır. Bəs sol əlin ovcu nə vaxt şəkil müstəvisinə baxırdı? Nöqtə olanda. Çünki induksiya xəttləri ovcumuza daxil olmalıdır. Deməli burada induksiya xəttlərimiz nöqtədir ki, B xəttləri nöqtəymiş ki, biz əlimizi ara tutmuşuq, şəkil müstəvisinə tutmuşuq da əlimizin içinə. Oldu C variantı. 21-ci sual. Alüminium 13-27 nüvəsinin rabitə enerjisi hansı ifadəyə ilə təyin olunur? Rabitə enerjisinin düsturu delta M vurulsun S kvadratıdır. Delta M nədir? Kütlə defektidir. Bəs kütlə defektinin düsturu nədir? Z M proton. Üstə gələ deməli N M neutron çıxılsın nüvənin kütləsi. Bunu da vuracaq nəyə? S-nin kvadratına. İndi fikir versəz, alüminium yük ədədi neçədir? 13-dür. Bu proton sayını göstərir. Elə yük ədədi proton sayı deməkdir. Onda yazacaq 13 M proton. Üstə gəlsin. 27 buradakı kütlə ədədidir. Nükleonların sayıdır, yəni başqa sözlə. 27-dən 13 çıxacaq nə verəcək bizə? Neutron sayını verəcəkdir. Onda 14 M neutron çıxılsın nüvənin kütləsi, vurulsun nə? S-nin kvadratı. Bu da olacaq A variantı cavab. 22-ci sual. Natrium 11-23 nüvəsinin rabitə enerjisi hansı ifadədə təyin olunur? Yenə eyni düsturdur. Y bərabərdir. Z M proton. Proton sayı neçədir? 11-dir. 11 M proton. Üstə gəlsin. 23-dən 11 çıxsaq 12-dən neutron olacaq onda. 12 M neutron. Çıxılsın nüvənin kütləsi, vurulsun nə? S-nin kvadratı olacaqdır. Cavab olacaq deməli Y variantı. 23-cü sual. Qrafikdə radioaktiv parçalanan nüvələrin nisbi sayının zamandan asılığı göstərilmişdir. Hansı halda yarım parçalanma periodu ən kiçikdir? Belə məsələlərdə nə edirsiniz? Yarım parçalanma periodu deyir. Yarım parçalanma periodu nədir? Nüvələrin yarısının parçalandığı müddətdir də, düzdürmü? İndi bir bunun hamısıdır. Yarısı parçalanıbsa burada da 2-də 1 götürdüm mən buranı. Bax buradan bir dənə düz xətt keçirirsiniz bu şəkildə. Aha. İndi 1 üçün yarım parçalanma periodu budur. Yarısı parçalandığı müddətdə axı. Məsələn 5 üçün də yarım parçalanma periodu budur. Tutaq ki mən 2 üçün göstərsəm 2 üçün də burada da. İndi ən böyük hansıdır? Ən böyük 5-dir. Ən kiçik hansıdır? O da 1 oldu. Deməli bizdən nəyi soruşur? Ən kiçik. Ən kiçik 1 olacaq. Ən böyük desəydi 5 götürəcəkdim. 24-cü sual. Qrafikdə radioaktiv parçalanan nüvələrin nisbi sayının zamandan asılılığı göstərilmişdir. Hansı halda yarım parçalanma periodu ən böyükdür? Bax, burada da ən böyük istəyir bizdən. Yenə buradan bir dənə 2-də 1-i qeyd elədiniz. Düz xətti çəkdiniz buradan. İndi fikir verin bura. Bax, 5 üçün burada yarım parçalanma periodu, 1 üçün də burada da T1. Qalanları bu ikisinin arasında olur. Ən böyük hansıdır? 5-dir da. Zaman oxumda baxırsınız, onsuz da görünür. Sağa getdirsə artır da. Ən böyük 5 olacaq. A variantı. 25-ci sual. Atom enerji səviyyələri diaqramı təsvir edilmişdir. Ən kiçik kütləyə malik fotonun şüalanmasına uyğun keçid hansı rəqəmlə göstərilmişdir? Ən kiçik kütləyə malik. Kütləsi yəni ən kiçik olsun. Şüalanma deyirsə oxun ağzarı olmalıdır, aşağı olmalıdır. Onda bu 2-ni, 4-ü, 5-i götürmürük. Ox yuxarı olanda udulmadır, aşağı olanda şüalanmadır. Aşağı gələndə enerjisi azalır da. Deməli özündən foton şüalandırıb ki, enerjisi azalıb da. Yuxarı gələndə enerji artır, onda fotonu udmalıdır ki, enerjisi artsın. Bir qayda olaraq yadınızda saxlayın ki, ox aşağı olanda şüalanma, yuxarı olanda udmadır. Bizə şüalanma dediyi üçün yuxarılar götürmürəm. Qaldı 1-dən 3. Və kütlə ən kiçik olsun. Bayaq nə dedik? Dedik ki, kütlə oxun uzunluğu ilə düz asıldı. Yəni ox nə qədər böyük olarsa, kütlə orada o qədər böyük olur. Burada onda 1-i götürəcəyik, çünki ox daha qısadır. Uzunluğu azdır. Ona görə 1 olacaq. Ən böyük desə 3-ü götürəcəkdim. 26. Atomun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Ən böyük kütləyə malik fotonun şüalanması deyir. Deməli, aşağı olanları götürəcəm. Ya 1 olmalıdır, ya da 4. Və nə deyir? Ən böyük deyir. Ən böyük deyəndə, yəni kütlə nə olmalıdır? Ən böyük olması üçün ox da ən uzun olmalıdır. Amma yenə aşağı olan, burada məsələn 5-i götürənməzsiniz. O udmadır, şüalanma deyib bizə. Ona görə 1-i götürəcəyik, D variantı. Hansı sxemdə helyum atomunun modelinə uyğun gəlir? Helyum atomu. Helyum nədir? Helyum 2 4-dür. Yəni nüvəsində 2 proton, 2 neytronu var. Atom isə 2 dənə də elektron olmalıdır.
Bax, bu hidrogendir, bu olmaz. Gəlirəm B-yə baxıram. 2 protonu var, 2 neytronu var, 2 dənə də elektronu var. Helyum nüvəsidir bu. Məsələn, C-yə baxsaz, bu iondur, atom deyil. Bu getdi işinə. Çünki niyə? 3 proton, 2 elektron var və litium ionudur bu. Məsələn, D variantı atomdur, bəli, amma litium atomudur. Bu da olmaz ona görə. Y-də iondur. Hansı sxemdə hidrogen atomunun modeli uyğun gəlir? Hidrogen deyil. Hidrogenin nüvəsində bir protonu var, bir dənə də elektronu var. O da olur Y variantı. 29-cu sual. Nüvə reaktorunda zəncirvari reaksiyanın stasionar, yəni stabil getməsi üçün neytronların artma əmsalı hansı qiyməti almalıdır? Yadınızda qalsın ki, neytronların artma əmsalı K ilə işarə olunur. Hətta K bərabərdir, N-i bölünsün, N-i minus 1-dir da. N-ci nəsildəki neytronların sayı, ondan əvvəlki nəsildəki neytronların sayına olan nisbəti neytronların artma əmsalı deyilir burada. K burada 1-dən böyük olarsa zəncirvari nüvə reaksiyası gedir. K 1-ə bərabər olarsa reaksiya stabil gedir. K 1-dən kiçik olsa reaksiya sönür. Bizə stasionar getsin, yəni stabil. Onda K 1-ə bərabər olmalıdır. Cavab olur C variantı. Neytronların artma əmsalı hansı qiymətdə zəncirvari nüvə reaksiyası dayanır? Yəni sönür deməkdir. Bu dayansın, sönsün. K nə olmalı dedik? 1-dən kiçik olmalıdır. 1-dən kiçik olan hansıdır? D variantıdır. 31. Çevrilməmiş radioaktiv, çevrilməmiş, yəni parçalanmamış radioaktiv nüvələrin sayının zamandan asılı qrafiki verilmişdir. Elementin yarım çevrilmə periyodunu hesablayın. Baxın, başlanğıc nüvələrin sayı N0-dır. 12 saatdan sonra nə qədəri çevrilməmiş qalıb? 4/1 N0. Onda düsturumuz necədir? N bərabərdir N0 çevrilməmiş nüvələrin sayı. 2 üstü mənfi T bölək T'dir. Gətirib yerinə qoyuram. N-in yerinə 4/1 N0 qoyacağım. 4/1 N0 bərabərdir N0 2 üstü mənfi T-in yerinə 12 böyük T-də periyodumuzdur. Buradan bu N0'ları ataram gedər. 4/1'də yazaram 2 üstü mənfi 2. 2 üstü mənfi 12 bölək T yazdım. Bu əmsallar eynisə üstlər də eynidir. Onda 2 bərabərdir 12 bölək T-yə. T bərabər neçə? 6-ya. Deməli, T-miz 6 saat olacaqdır. Cavab oldu A variantı. 32. Çevrilməmiş radioaktiv nüvələrin sayının zamandan asılı qrafik verilmişdir. Elementin yarım çevrilmə periyodunu tapın. Yenə eyni düsturdur. Baxın, N-in yerinə yazıram 8/1 N0. N0 vurulsun 2 üstü mənfi. T-miz neçədir? 12. Böyük T-mizi bilmirik. T. Buradan N0'ları atdı. 8/1 nə deməkdir? 2 üstü mənfi 3. 2 üstü mənfi 12 bölək T yazdım. Əmsallar eynisə üstlərdə eynidir. Onda 3 bərabərdir 12 bölək T-yə. T bərabər neçə? 4 saat. Cavab oldu C variantı. 33. Radioaktiv maddənin kütləsinin zamandan asılı qrafiki verilmişdir. Maddənin başlanğıc kütləsini hesablayın. Yəni bizdən M0 soruşur. Aha. Bu çevrilməmiş belə deyək də maddənin kütləsindir. Bax, bu 5 çevrilməmişdir, qalandır. Onda yazırıq ki, M bərabərdir M0, 2 üstü mənfi T bölək T'dir. M-i bilmirik, daha doğrusu M-i bilirik. M-imiz neçədir? 5'dir, qalan 5'dir. M0 soruşur. M0, 2 üstü mənfi, T-imiz neçədir? Balaca T. 8, periyod da veriblər 2 sutka. 8 sutka bölək 2. Buradan da alırıq ki, 5 bərabərdir. M0 vurulsun, 2 üstü mənfi 4. Buradan da M0 bərabərdir. Bax, 2 üstü mənfi 4 neçə deməkdir? M0 vuraq 1 bölək 16 deməkdir. Onda M0 bərabər 5 vuraq 16 olur. O da olur 80 milliqram. Cavab oldu C variantı. 34-cü sual. Radioaktiv maddənin kütləsinin zamandan asılı qrafikə verilmişdir. Maddənin yarım parçalanma periyodunu tapın. Yenə oxşar sualdır. Deməli, nə edirsiniz burada? Başlanğıc radioaktiv nüvələrin kütləsi 16 imiş. 21 sutkadan sonra qalıb 2. Aha, yazırıq. M bərabərdir M0 2 üstü mənfi T bölək T. M-imiz neçədir? 2. M0'ımız 16. 2 üstü mənfi. T-imiz 21. Böyük T bilmirik. Periyod bilmirik neçədir. İndi buradan 16 keçirsən bir yana 16'daki o da 8'də 1 olur da. 8'də 1 bərabərdir 2 üstü mənfi 21 bölək T-yə. 8'də 1'i yazırıq 2 üstü mənfi 3 bərabərdir 2 üstü mənfi 21 bölək T-yə. Əmsallar eyni, üstlər də eyni olmalıdır. Onda 3 bərabərdir 21 bölək T-yə. T bərabərdir
neçəyə 7 olacaqdır. 7 sutka. D variantı. Qrafikdən hansı verilmiş radioaktiv maddənin yarım parçalanma periyodunun parçalanan nüvələrin sayından asılılığına uyğundur? Yarım parçalanma periyodu yalnız radioaktiv nüvənin növündən asılıdır. Burada çevrilmiş nüvələrdən və ya çevrilməmiş nüvələrin sayından asılı deyil. Cavab oldu C variantı. 36. Yenə yarım parçalanma periyodu kütlədən nədir? Asılı deyil. Oldu Y variantı. 37. 25-55 manqan üstəgəli H11 nüvə reaksiyalarıdır. 26-55 ferrium alınıb, bir də hər hansı bir zərrəcik və ya nüvə alınıb. Bilmirik onu. X elementi deyək. Buna Z, A deyək. Sol tərəfdəki yük ədədləri ilə sağ tərəfdəki yük ədədlərinin cəmi bərabər olmalıdır. Onda yazırıq 25 üstəgələk 1 bərabərdir 26 üstəgələk Z-ə. Onda Z nəyə bərabər olacaq buradan? 0-a bərabər olacaq. Eyni qaydada kütlə ədədləri də bərabər olmalıdır. Yazırıq onda 55 üstəgələk 1 bərabərdir 55 üstəgələk A-ya. Buradan A-yı tapsaq A neçə olacaq? 1. Deməli bizim bu alınan zərrəciyin yük ədədi 0, kütlə ədədi də 1-dir. Bu nədir bəs? Neytrondur. Neytron yük ədədi yoxdur, kütlə ədədi də 1 olacaq. O da oldu B variantı. 38 yenə oxşar sualdır. Baxın buna indeks dedik. XZ A. Deməli soldakı yük ədədlərin cəmi 25 üstəgələk Z bərabər olacaq sağdakı yük ədədlərin cəminə. 0 üstəgələk 26-ya. Buradan Z-i tapdıq 1. Z-imiz 1 imiş deməli. Eyni qaydada yenə kütlə ədədlərini yazsaq 55 üstəgələk A bərabərdir 1 üstəgələk 55. Solda da 1 üstəgələk 55. Buradan A bərabərdir 1-ə. Aha, deməli kütlə ədədi 1, yük ədədi də 1 oldu. Bu hansıdır? Hidrogendir. Y variantı olacaqdır. 39. Hidrogen atomunun enerji səviyyəsi mənfi 0,85 elektron volt olan səviyyədən enerjisi mənfi 3,4 elektron volt olan səviyyəyə keçmişdir. Hansı fayda doğrudur? İlk öncə nəyə baxırsınız? Bax, mənfi 0,85-dən mənfi 3,4-ə gəlib. Deməli, bunun enerjisi neyib? Azalıbdır. Azalıbsa, özündən fotonu şüalandırıb. Onda mən şüalanmanı götürməliyim. Bax, fikir verin. C variantında udmuşdur deyir, səhvdir. Y variantı da udmuşdur, səhvdir. Çünki udanda enerji artır, azala bilməz. Bəs nə qədər enerjili fotonu şüalandırıb, onu tapmaq üçün nə edirsiniz? Şüalandırdıq foton enerjisi modulda yazın həmişə. YN çıxaq, YM ilə yazırdıq. Bu da bərabərdir. Yazırsan məsələn, mənfi 0,85 çıxaq, mənfi 3,4. İndi mənfi 0,85-dən mənfi 3,4 çıxanda bu ikisi müsbət elədi də. Yəni, aldıq belə bir şeydə modulda mənfi 0,85 üstəgələk 3,4. 3,4-dən 0,85 çıxanda neçə eləyəcək? 2,55. %55 elektron volt şüalandıracaq. Cavab olacaq A variantı. Y ola bilməz, udmuş deyib ona görə. 40-cı sual. Hidrogen atomu enerji səviyyəsi mənfi 1,51 elektron voltdan səviyyədən enerjisi mənfi 13,6 elektron volt olan səviyyə keçmişdir. Hansı fayda doğrudur? Yenə enerji neyinib? Azalıbdır. Azalıbsa şüalanma deməli. Udmuşları atırsınız o dəqiqə. Qalır şüalandırma. Bəs nə qədər şüalandırıb deyirsə 13,6-dan çıxırsınız nəyib? 1,51. Bu da eləyəcək 12 tam deməli 12,9 elektron volt olacaqdır. Cavab oldu A variantı. 41. Radium nüvəsinin 2 alfa və 2 beta çevrilməsindən sonra alınan elementin nüvəsinin yük və kütlə ədədini tapın. Bax, 2 alfa, 2 beta çevrilmə daha. İndi belə yazacağıq. 86, 219, 2 dənə alfa şüalanması. 2 alfa. Alfa nə idi? Helium nüvələridir. Helium 2, 4. Üstə gəlsin 2 dənə də mənfi betadır. 2 elektron çıxır. Mənfi 1, 0. Alınıb bir X elementimiz Z A. Burada 86 bərabərdir. 2 vuranı neçədir? 4. Üstünə gəlirəm. Neçə? 2 mənfi 1-ə vurdum. Çıxacam da onda mənfi olacaq. 2. Üstə gələk nə? Z. 86 bərabərdir. 2 çıxaq Z-ə. Z dəqiqə düz yazdıq mı? Z üstə gələk daha doğrusu. 4-dən 2-ni çıxır, 2 qaldı. Onda Z nəyə bərabərdir? 86 çıxaq 2 oldu 84. Deməli, yük ədədi 84. Kütlə ədədini necə taparsınız? Eyni qaydada 219 bərabərdir. 2-4-ə vurdıq 8. 2-0-a vuranda 0 olur onsuz da. Üstə gəlsin A.
A nəyə bərabərdir? Bəs 219 çıxılsın 8. 219-dan 8 çıxanda 211 olacaqdır. Deməli, A variantı olur bu da. 42. Radioaktiv elementin yarım çevrilmə periodu 4 sutkadır. Neçə sutka ərzində bu elementin verilmiş sayda nüvələrinin 8-də 7 hissəsi çevrilər. 8-də 7 hissəsi çevrilirsə nə qədər qalır? 8-də 1 qalır da. Onda qalan nüvələrin sayı 8-də 1-dir. 8-də 1 N0-dır. Parçalanmamışların sayını necə tapırdıq? N bərabərdir N0, 2 üstü mənfi T bölək T idi. Onda yazıram N yerinə 8-də 1 N0 bərabərdir. N0, 2 üstü mənfi, bizdən nə soruşur? Yarım çevrilmə periodu 4 sutkadır. T bölünsün 4. Bu N0'ları attım. 8'də 1'i yazacağım. 2 üstü mənfi 3 bərabərdir. 2 üstü mənfi T bölək 4'ə. İkilər əmsallar eynidir, üstlər də eyni olacaq onda. 3 bərabər T bölək 4. T bərabər neçə? 12 sutka aldıq. Deməli 12 sutkaymış cavab. 43. Qeyri-bircins elektrik sahəsinə daxil olan zərrəciklər və ifadələr arasında uyğunluğu müəyyən edin. Zərrəciklər göstərilən digər təsirlər nəzərə almayın. Baxın, qeyri-bircins elektrik sahəsidir. Elektrik sahəsi bilir ki, müsbətdən başlayır, hara gedir? Mənfiyə gedir. Deməli, bura müsbət imiş, bura mənfi imiş. Aha. Proton bu istiqamətdə hərəkət edir. Proton bu istiqamətdə gedəndə sürət bu yana, qüvvə bu yana. Deməli, yeyinləşən hərəkət edir bu. Sürət artır. Amma necə yeyinləşən? Qeyri-bircins sahədə, baxın, oxlar uzaqlaşdıqca, yəni bir-birindən uzaqlaşdıqca intensivlik azalır. Bəs təcil nəyə bərabərdir? F bərabər QY-yə, F-in yerinə M-ə qoysaz, M-ə bərabər QY, A bərabər nəyə? QY bölünsün M olur. İndi burada, bax, bu istiqamətdə gedir də protonumuz. Düzdürmü? İntensivlik nəyə inir onda? Bax, bura gələndə intensivlik azaldı. İntensivlik azalırsa, təcil nə inəcək? Azalacaqdır. Onda azalan təcillə yeniləşən hərəkət edir. Proton azalan təcillə yeniləşən. İndi elektrona baxaq. Elektron bu istiqamətdə gedir. Sürət bu yana. Amma buna təsir edən qüvvə də bu istiqamətdədir. Aha, elektrondan söhbət gedir ha. Neytrondan yox. Deməli, bu yavaşlayan hərəkət edir. Və bu elektron bura gələndə intensivlik azalır. Bax, bura 1 nöqtəsi, bura 2 nöqtəsi kimi düşünün. İntensivlik azaldığına görə təcil azaldı. Təcil azalırsa azalan təcillə, qüvvə ilə sürət əksində yavaşlayan hərəkət oldu. Deməli, azalan təcillə yavaşlayan. Neytron isə yüksüzdür. Neytrona qüvvə təsir eləmir. Təsir edən qüvvə sıfırdırsa buna, təsir edən qüvvə sıfırdırsa, bu düz xətli bərabər surətdə hərəkət edəcək. Qüvvə sıfırdırsa, təcil də sıfırdır. Aha, indi ifadələrimizə baxalım. Azalan təcillə yeniləşən hərəkət edir. Hansı? Proton. Deməli, A gələcək 1-ə. Azalan təcillə yavaşlayan hərəkət elədi. Hansı? Elektron dedik. Onda B də gələcək 2-yə. Düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətlə hərəkət edən nədir? Neytronumuzdur. Bu da gələcək 3-ə. Zərrəciyə qüvvə təsir etmir. Neytrona qüvvə təsir eləmədi. D də gələcək 3-ə. Bərabər yeniləşən, xeyr, burada təcil sabit qalmadı. Y heç birinə uyğun gəlmir. Deməli, 1-ə A, 2-yə B, 3-ə də C, D olur. C, D. Fikir versəz, bu suala qəbul imtahanında cəmi 5,68% abituriyent cavab verib düzgün. 43,14% isə səhv cavab verib. Və 50%-dən çox adam cavab vermir. Diqqətli olmaq lazımdır sualda. 44-cü sual. Radioaktiv elementin yarım çevrilmə periodu 8 sutkadır. Neçə sutka ərzində bu elementin verilmiş sayda nüvələrin 16-da 15 hissəsi çevrilir. İndi 16-da 15-i çevrilirsə, nə qədər qalır bəs çevrilməmiş? 16-da 1-i qalır da. 16-da 15-i getsə, 16-da 1-i qalır. Fərqi yoxdur. Bununla da eləyə bilərik. O biri düsturundan da. Çevrilməmiş nüvələrin sayına eləsəm, N bərabərdir N0, 2 üstü mənfi T bölək T nə yazacağım. Və yaxud da bu çevrilmiş nüvələrin sayını da eləyə bilərsiniz. Eyni şey olur. Bu daha rahatdır. Ona görə bunu eləyirəm. 16-da, bax yazıram, 16-da 1, 16-da 15-i çevrilibsə, 16-da 1 qalıb da. N0, N0, 2 üstü mənfi, period neçədir? 8-dir. T bölünsün, 8 yazacağım. Burada bu N0-lara atırsınız. 16-da 1-i necə yazırsınız? 2 üstü mənfi 4. 2 üstü mənfi 4, 2 üstü mənfi T bölək 16-da 1-i 2 üstü mənfi 4 yazdıq. T bölək 8. Əmsallar eyni, üstlər də eyni olacaq. Onda 4 bərabər T bölək 8-ə. T bərabər neçə bəs? 32 sutka aldıq. 32 sutka. Cavab oldu 32.
45. İstilik nüvə reaksiyası hansıdır? İstilik nüvə reaksiyası hidrogenin izotopları arasında baş verən reaksiyadır və bu günəşdə, ulduzlarda gedən reaksiya olur. O da hidrogen 1-2, hidrogen 1-3, deuterium və tritium arasında gedən reaksiya olur. Bu C variantıdır. 46. Çevrilməmiş radioaktiv nüvələrin sayının zamandan asılı qrafik verilmişdir. Elementin yarım çevrilmə periodunu hesablayın. N bərabərdir N0, 2 üstü mənfi T bölək dedik, nədir? T'dir. N'imiz neçədir? 12 saatdan sonra 4'də 1'dir. Onda 4'də 1 N0, 2 üstü mənfi T'imiz 12'dir. 12 bölək T yazdıq. Bu bərabərdir N0'da. Aha. Bu N0'lar buradan ixtisar gedəcək. N0'lara atdıq. 4'də 1 yazdıq. 2 üstü mənfi 2. 2 üstü mənfi 12 bölək T yazacaq. Onda 2 bərabərdir 12 bölək T'yə. Buradan da aldıq ki, T'imiz nəyə bərabərdir? 6. Cavab oldu 6 saat D variantı. 47-ci sual. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Hansı keçid görünən şüalanmaya uyğundur? N'inci səviyyədən ikinci səviyyəyə gələndə görünən olur bu. İndi baxıram hansı ikinciyə gəlib? 1 gəlib də. Olur 1. Bax, N'dən 2-yə gələndə görünən, N'dən 1-ə gələndə, məsələn 4, ultrabənövşəyi şüalar, 3 və 3-dən yuxarı gələndə infraqırmızı şüalar olur. Nüvə reaktorunun hansı elementin neytronları yavaşıtmaq üçün istifadə olunur? Nüvə reaktorunda hansı element neytronları yavaşıtmaq üçün istifadə olunur? Qrafit və ağır sudan istifadə edirlər. Cavab oldu C variantı. 49-cu sual. Baxın 2016-cı ildə də bu sual düşübdü. 2000 neçədə də düşmüşdü. Deməli, qəbul imtahanında oxşar suallar düşür uşaqlar. Burada diqqətli olsanız, orada sadəcə rəqəmlərin yerini dəyişib sala bilirlər və yaxud da eynisini salırlar elə. Nə deyir bizə? Radioaktiv parçalanan nüvələrin nisbi sayının zamandan asılı qrafiki verilmişdir. Hansı halda nüvələrin yarım çevrilmə periodu ən kiçikdir? Dedik ki, bax, yarım çevrilmə periodu nədir? Yarısının parçalandığı müddətdə 2də 1 hissəsini. Bax, bu 2də 1 qeyd elədik və buradan bir düz xətti keçirdik. Bura T1'dir, burada nədir? T5'dir. Bunu müqayisə eləməyin ən yaxşı yolu budur. İndi ən böyük hansıdır? T5'dir, ən kiçik hansıdır? T1'dir də. Bizdən nəyi soruşur? Ən kiçik. Ona görə 1 olacaqdır. Mis 29 64 izotopu beta mənfi çevrilməsi zamanı alınan elementin nüvəsində olan neytronların sayını tapın. Gəlin burada mis 29 64 beta mənfi çevrilməyə məruz qalıb. Yəni elektron çıxdı. Elektron mənfi 1 0. Alınıb yeni bir element ZA. Buradan biz Z'i tapsaq, nə edirik? 29 bərabərdir mənfi 1 üstəcək Z. Z bərabərdir 30'a. Deməli bu nüvənin proton sayı 30'dur. Kütlə dədirsə dəyişməyib. Baxın. 64 bərabərdir A üstəcək 0 olur. Bu A1 desəm, belə yazırıq da. 64 bərabərdir A1 A üstəcək ilə. A üstəcək nə? 0. Onda A bərabər neçə? 64'ə. Aha. Yükədədir. Yəni proton sayı 30. Nukleonların sayı kütlədə də 64'dür. 64'dən 30 çıxan neçə qalacaq? 34. Deməli 34 dənə neytronu var imiş bunun. 51-ci sual. Radioaktiv parçalanan nüvələrin nisbi sayının zamandan asılı qrafiki verilmişdir. Hansı halda yarım çevrilmə periodu ən böyükdür? Yenə buradan bir dənə 2də 1'i qeyd edəyin və buradan bir düz xətti çəkin. T5 bura düşdü. T1-də bura düşdü. Burada 2, 3 bunların arasında düşür də. Məsələn 2 bura düşüb, 3 bura düşüb, 4 də bura düşüb da. Onsuz da ədəd oxunda, belə deyək də zaman oxudu. Sağa getsin, nə etməlidir? Artmalıdır. Ən böyük deyirsə 5'i götürəcək də. Cavab oldu 5, B variantı. 52. Nüvənin kütlə defekti hansı ifadə ilə təyin olunur? Kütlə defekti delta M-lə işarə olunur. Delta M bərabərdir. Baxın, Z M proton üstəcələ N M neytron çıxılsın nüvənin kütləsidir. Bax, bu kütlə defektidir. Ona görə cavab olur Y variantı. Kütlə defektinin üstürüdür. 53. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. İkinci enerji səviyyəsində olan hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? İyonlaşma enerjisi elə həmin enerji səviyyəsinin moduluna bərabərdir. İyonlaşma enerjisi o demək ki, yəni atomun enerjisini sıfıra gətiririk də. İndi ikinci enerji səviyyəsində olan hidrogen atomunun enerjisi mənfi 3,4 elektron voltdur. Buna mən müsbət 3,4 elektron volt enerji verməliyim ki, sıfırlansın. Ona görə də iyonlaşma enerjisi ilə həmin enerji səviyyəsinin moduluna bərabərdir. Yəni bu neçə olur? Mənfi 3,4 elektron volt.
müsbətin götürəcək təbii ki, moduldan çıxanda 3,4 olurdu. Cavab oldu A variantı. Birciz maqnit sahəsində yerləşdirilmiş Wilson kamerası alfa hissəci daxil olur və K trayektoriyası üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət edir? Baxın, alfa müsbət yüklü zərrəcikdir. Alfa zərrəciyi sola doğru meyl edibsə, deməli proton da sola doğru meyl eləməlidir. Ya 2 olmalıdır, ya 1 olmalıdır. Bunu özümüz də tapa bilərik təbii ki, Lorentz qüvvəsindən tapırıq. Sürət haradır? Sürət yuxarıdır, düzdürmü? Sürət yuxarı, induksiya x deyil, ovucumuzun içi bizə baxmalıdır. 4 barmaq nəyə göstərməli? Sürəti. Baş barmaq ayın oldu? Sola doğru. Deməli, müsbət yüklü zərrəcik proton ya 1 ya da 2 trayektoriyasından getməlidir. Bəs bunun 1 və ya 2 olduğunu hardan biləcəyik? O cızdığı çevrənin radiusuna baxmalıyıq. Alfa zərrəciyin cızdığı çevrənin radiusu budur. Çevrəmiz budur. Bir dəqiqə. Biləyikdən. Budur çevrəsi. Bunun radiusu budur. Alfa üçün çəkdiyim radiusu budur. Belə deyək də budur. Bu çevrədir. İndi yüklü zərrəcik maqnit sahəsində perpendikulyar hərəkət edəndə bəs cızdığı çevrənin radiusu nədən asılıdır? Ona baxalım. Necə çıxardırdıq bu düsturu? M-A-nı bərabər edirdik Lorentz qüvvəsinə, yəni QB-yə V-yə. M, A-nı yerinə V kvadratı bölü R qoyuruq. V-lərin bir hissəcədir. MV bölü R bərabərdir QB-yə. R nəyə bərabərdir bəs? MV bölü QB. İndi mən burada alfa zərrəciyi üçün yazsam, alfa zərrəciyi helium 2 4-dür da. Kütlədə 4-dür. 4V bölək 2B. Buradan bu 4-lə 2-yi xüsusiləsəm burada 2. 2V bölək nə olar? B olar. Alfa zərrəciyin cızdığı çevrənin radiusu budur. Proton üçün yazsam isə R proton bərabərdir. Proton kütlədədir 1, yəni M yerinə 1 qoydum, bölünsün 1. Göründüyü kimi alfa zərrəciyin cızdığı çevrənin radiusu eyni sürətlə daxil olunda protonun cızdığı çevrənin radiusundan 2 dəfə böyükdür. Onda bizim proton hansı trayektoriyadan hərəkət etməlidir? Daha balaca çevrə cızacaqdır. 1 trayektoriyasından gedəcəkdir. Cavab olur ona görə B variantı. 55. Atomun planeter modeli arasında çəkilmiş şəklə görə hansı ifadələr doğrudur? Litium müsbət ionudur. Bəli, litium müsbətdir. Niyə? 2 dənə elektron var, 3 dənə proton var. Deməli, litium müsbət ionudur. Bir düzdür. Litium mənfi yox. Elektron sayı 2-yə bərabərdir. Bəli, 2 dənə elektron var. 3 də düzdür. Elektron sayı 3-ə bərabərdir. Xeyr. Proton sayı 2-yə bərabərdir. Xeyr. 3 dənə proton var. Nüvənin daxilində müsbətlərdir protonlar. Proton sayı 3-ə bərabərdir. Bəli. Cavab olduğunda 1, 3, bir də 6. 56-cı sual. Radioaktiv alfa çevrilməyə məruz qalan atom nüvəsində hansı dəyişiklik baş verir? Hər hansı bir X elementi götürürüz. XZA. Alfa şarlanması helium 2 4-dür. Üstə gəlsin XZ1 A1 belə alınır. İndi burada necə yazırıq? Yazırıq ki, Z bərabər Z1 plus 2-yə. Onda Z1 nəyə bərabər oldu? Z çıxılsın 2. Yəni yük ədədi nə oldu? 2 vahid azaldı. Kütlə ədədi 4 vahid azalır da. A bərabər 4 plus A1. Onda A1 bərabər A çıxaq 4. Kütlə ədədi 4 vahid azaldı. Nüvədə proton və neytron sayı dəyişməz qalır. Xeyr, dəyişir. Yük ədədi 2 vahid azalırsa, proton sayı 2 vahid azalıbdır. Alfa şarlanmasında 2 proton, 2 neytron çıxır nüvənin daxilində. Bir səhvdir. Nüvənin yük ədədi 2 vahid azalır. Bəli, yük ədədi 2 vahid azaldı. Nüvənin kütlə ədədi 4 vahid azalır. Bəli, bu da düzdür. Onda 2 ilə neçə olacaq? 3 olacaq. B variantı. 57. Uyğunluğu müəyyən edin. Alfa çevrilmədə, beta çevrilmədə, qamma şarlanmada. Nüvənin yük ədədi 1 vahid artır. İndi məsələ buradadır ki, yenə deyirəm, bu beta mənfi olduğunu bizə deməyib də, beta çevrilmə deyibdirəm. Gəlin belə baxağın da, nüvənin yük, alfanı eləyən birinci, alfa çevrilmədə, nüvənin yük ədədi 2 vahid azalır. Bəli, yük ədədi 2 vahid azalır, alfa şarlanmada burada baxdıq, B. Nüvənin kütlə ədədi də 4 vahid azalır, onda 1-ə B D gəlir. Alfa çevrilmədə kütlə ədədi 4 vahid. Qamma şarlanmasında nüvənin yük ədədi də kütlə ədədi dəyişmir. Fotonlar çıxır çünki. Yerdə bura gəldi. İndi qaldı bu bizim beta. Beta mənfi çevrilmədə nüvənin yük ədədi 1 vahid artır. Beta müsbətdə isə 1 vahid azalır. İstəyirsiniz yazalım. Məsələn, XZA beta mənfidə elektron çıxdı. 0 üstə gələ XZ1 A1. Buradan yazacaq ki, Z bərabərdir. Z1 çıxılsın 1. Onda Z1 bərabər nəyə? Z plus 1-ə. Beta mənfi çevrilmədə elektron səpələnir ona görə. 1 vahid artır. Bu beta mənfi bəlkə də yazıblar, görünmür.
Beta mənfi şualanma qoyalım bunun üstə. Bu da oldu A variantı. Deməli 1-ə BD, 2-yə A, 3-ə də Y gələcəkdir. 58. Verilmiş kütləli cismin udduğu şualanma enerjisini 3 dəfə artırdıqda onun şualanma dozası 2 qrey artarsa, şualanma dozasının əvvəlki qiymətini tapın. Şualanma dozasının düsturu D bərabərdir Y bölək M-dir. Buradan da görürük ki, D Y ilə necə asılı düz asılıdır. M sabitdə, M dəyişməyibdir. Onda yazacaq belə. D2 bölək D1 bərabərdir nəyə? Y2 bölək Y1-ə. İndi bizə nə deyir? Deyir ki, enerjini 3 dəfə artıram. Yəni Y2 nəyə bərabərdir? 3Y1-ə. Şualanma udulma dozası 2 qrey artır. D2 bərabər D1 üstə gələk 2. Gətirib yerinə qoyanda D2 yerinə qoyacaq D1 üstə gələk 2 bölək D1 bərabərdir. Y2 yerinə 3Y1 bölək Y1 yazacağım. Buradan ixtisarımızı eləsək, y'lər getdi. Çarpaz vurduk. 3D1 bərabər D1 üstə gələk 2-yə. Onda 2D1 bərabər 2-yə. D1 də bərabər olacaq 1 qrey. Cavab olacaq C variantı. 59. Verilmiş kütləli cismin udduğu şualanmanın enerjisini 3 dəfə artırdıqda onun şualanma dozası 2 qrey artarsa eyni sual uşaqlar C variantı olacaqdır. Da buna baxmağa gerek yoxdur. 60. Uyğunluğu müəyyən edin. Radioaktiv elementin yarım çevrilmə periodu T olarsa radioaktiv nüvələrin sayı 2 dəfə azalar. Gəlin görən 2 dəfə nə vaxt azalar? Zaman perioda bərabər olanda nüvələrin sayı 3 dəfə azalır da. Bunu eləməmiş də çıxarda bilərik. Deməli, 1-ə uyğundur nə? A. 8 dəfə azalar. 8 dəfə azalmaq nə deməkdir? Yəni, N bərabərdir, N0 bölək 8-dir da. N0 bölək 8, N0 çevrilməmiş nüvələrin sayıdır. 2 üstü mənfi T bölək, T'miz neçədir? T bölək, periodumuz T'dir. Buradan N0 aratdınız. Burada qaldı nə? 8-də 1. 8-də 1 2 üstü mənfi 3-dür. 2 üstü mənfi T bölək T yazdıq burada. Bu, onda 3 bərabər T bölək T-yə. Zaman nəyə bərabər oldu? 3T-yə bərabər oldu. Deməli, 8 dəfə azalması üçün zaman 3T-yə bərabər olmalıdır. 2-yə C gəldi. 16 dəfə azalar. 16 dəfə azalması üçün 4T olacaq. Amma eləyən yenə də biz. Deməli, yazırıq. N0 bölək 16 bərabərdir. N0 2 üstü mənfi T bölək T. Bu N0'ları buradan atırıq gedir. 16'da 1 qalır. 16'da 1 yazıram. 2 üstü mənfi 4 bərabərdir. 2 üstü mənfi T bölək T. Buradan mənfi 4 deyək də. Onsuz da mənfilər deyəcək. 4 bərabər T bölək T-yə. T də bərabər neçəyə? 4T olacaqdır. Deməli, 3'ə də gələcək nə? 3'ə də gəldi D variantı. 3'də D oldu. 61-ci sual. Bir cisim maqnit sahəsində yerləşmiş Wilson kamerası alfa hissəcikli Wilson kamerasına alfa hissəcikli daxil olur. Hissəcik daxil olur. Və M çevrə qövsü üzrə hərəkət edir. Yəni alfa zərrəciyi daxil oldu və bu trayektoriya ilə hərəkət elədi. Həmin bu surətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət edəcək? Təbii ki 5 ilə. Bunu hardan bilirəm? Biraz əvvəl elədik buna aid sual. Proton cızdığı çevrən radiusu daha kiçik olmalıdır. Səbəb R bərabərdir MV bölək QB idi. İndi mən alfa üçün yazanda yazıram kütlə ədədinin yerinə 4, 4V bölünsün, yük ədədi də 2B-dir. Bu olur 2V bölək B. Bax, bu şəkildə aldıq. Proton üçün yazsaydım, nə yazacaqdım bəs? V bölünsün, B yazacağım. Alfa zərrəcinin cızdığı çevrənin radiusu protondan 2 dəfə çox olur. Ona görə olur 5. Hansı qrafik parçalanmamış radioaktiv atom sayının zamandan asılılığını düzgün ifadə edir? Zaman keçdikcə parçalananların sayı artır, yəni bölünür nüvələr. Onda parçalanmamış, yəni qalanlar getcə nə etməlidir? Azalmalıdır. Cavab olur B variantı. 63. 2023-cü ildə qəbul sualı olubdur. Reaksiyada çatışmayan hissəcik hansıdır? Bax, buna bir X deyəyin, Z, A deyəyin. Dedik ki, sol tərəfdəki yük ədədlərin cəmi sağ tərəfdəki yük ədədlərin cəminə bərabər olmalıdır. Onda 80 üstəgəl Z bərabərdir 79 üstəgəl 1. Z nəyə bərabərdir burada? 0-a. Deməli, yük ədədimiz 0-dır. Kütlə ədədini tapanda yenə soldakı kütlə ədədlərin cəmi, yəni 198 üstəgəl A bərabərdir sağdakıların cəminə. 198 üstəgəl 1-də. 1. Buradan da A bərabərdir 1-ə. Deməli, yük ədədi 0, kütlə ədədi 1. Hansıdır da? Neutrondur da. 64-cü suala baxarıq.
Bir dənə yer açağım. 64-də nə deyir bizə? Parçalanmamış radioaktiv nüvələrin sayının zamandan asılı qrafik vermişdir. Maddənin yarım çevrilmə periodunu hesablayın. Parçalanmamışlar deyirlər. Deməli, başlanğıc nüvələrin sayı 8-dir. 6 ildən sonra nə qədər qalıb? 13-8. N bərabərdir N0, 2 üstü mənfi T bölək nədir? T'dir. N-i yerinə qoyuram 8 vuraq 10 üstü 8 bərabərdir N0, daha doğrusu üzrü sayın. N0'ımız da olur. 10 üstü 8 N-i yerinə qoyacaq. N-də axı bu bərabərlə. N0'ın yerinə isə qoyacam nə? 8 vuraq 10 üstü 8. Başlanğıcda bu qədər olub. 2 üstü mənfi T'imiz 6'dır. Periodumuz da T'dir. Bu 10 üstü 8'lər neynədir? Getdi. Burada qaldı 1. 1 bərabərdir 8. 2 üstü vurulsun. 2 üstü mənfi 6 bölək T'yə. Hər tərəf 8'ə bölünündü. Onda olacaq 1 bölək 8 bərabərdir 2 üstü mənfi 6 bölək T'yə. 8'də 1 yazdıq 2 üstü mənfi 3. 2 bərabər 2 üstü mənfi 6 bölək T'yə. Əmsallar eynisə üstlər də eynidir. Onda 3 bərabərdir 6 bölək T'yə. T bərabər neçə? 2'yə. 2 il olur. Cavab oldu B variantı. Amma bir şey var da burada. Hədə 2 il olacaq da. Zaman C deyil. 6'dır. Bəli. 2 il. B variantı. 65. Uran 92-238 nüvəsi 1 alfa və 2 beta çevrilməsindən sonra alınan elementin nüvəsinin yükünü və kütlələrini tapın. Deməli, yazırıq uran 92-238 nüvəsi bir dənə alfa çevrilməyə məruz qalıb. Yəni nə çıxıb? Helium nüvəsi çıxıb. Helium 2, 4. Üstəcə 2 dənə beta. 2 dənə elektron çıxıb yəni burada. 0, 1. Alınan element də bilmirəm də. XZ, A. İndi bu elementi necə tapırıq biz? Belə yazırıq. Yəni fikir verin bura. Soldakı yük ədədinin sağdakılar bərabər olmalıdır. 92 bərabərdir 2 çıxaq. 2 mənfi 1'ə vuran neçə eləyir? 2 eləyirlər. Çıxaq 2 üstəcə Z. Onda Z nəyə bərabərdir? 92. Yük ədədi 92 olacaqdır. Kütlə ədədini tapanda yazırıq 238 bərabərdir. Solda kütlə ədədimiz 4. Üstə gəlsin 0. Üstə gəlsin A. 0 yazmıram da. A bərabər neçə? 234'də. Deməli 92, 234. Cavab oldu B variantı. (66-cı) sual. 2025'də qəbula düşübdür. Radioaktiv element 15 tutqu ərzində nüvələrdə 8'də 7 hissəsi parçalandı. Aha, 15 tutquya 8'də 7 hissəsi parçalanıb. Bu elementin nüvələrinin 16'da 15 hissəsinin neçə tutqada parçalanar? Bax, ilk işimiz burada periodu tapmaqdır. Yazıram ki, birinci üçün yazıram. Delta N. Delta N'imiz neçədir? 8'də 7 hissəsi parçalanıb da. Delta N'in yerinə qoyuram. 8'də 7 N0 bərabərdir. Parçalanmış nüvələrin sayı N0 1 çıxaq 2 üstü mənfi. T'imiz neçədir? 15. 15 bölək böyükdür. Period yəni. Bu N0 aratdır. 8'də 7'dir. 8'də 7 bərabərdir. 1 çıxılsın 2 üstü mənfi 15 bölək böyükdür. İndi bu mənfi 2 üstü 15 bölək T keçirdin sağa. Müsbət olacaq. 15 bölək T bərabərdir. 8'də 7'də sola keçirsən 1'dən 8'də 7 çıxanda 8'də 1 qalacaq. Buradan da alırıq ki, deməli belə yaza bilərik də. 2 üstü mənfi 15 bölək T bərabərdir 2 üstü mənfi 3'ə. Buradan da aldıq ki, 15 bölək T bərabərdir 3'ə. T bərabər neçə? Bəs 5. Deməli, periodumuz 5 sutqaydı. Bunu tapdıq. Gətirib ikincidə yerinə qoyacağım. Bir dənə yer açaq yenə. İkincidə nə deyir bəs bizə? Deyir ki, bunu başqa rənglə yazalım. Aha, 16'da 15 hissəsi neçə sutquya parçalanır? Onsuz da period sabitdir. Yazırıq ki, 16'da 15 N0 bərabərdir. N0 1 çıxılsın 2 üstü mənfi T bölünsün 5. Bu şəkildə yazıq. Bu N0 aratdınız. Buradan aldıq ki, baxın, çıxarsaq, bu 2 üstü mənfi T bölək 5 keçirdik sola. Olur 2 üstü T bölək 5 bərabərdir. 16'da 15'də sağa keçsə 1 çıxaq 16'da 15, o da deyir 16'da 11. Bunu yaza bilərəm. 2 üstü mənfi 4.
Onda t bölək 5 bərabərdir 4-ə. Mənfisi var idi burada. Onda t də bərabər neçə? 20-yə. 20 sutka. Cavab oldu 20. Növbəti sualımız 67-ci sual. Bu da 2025-ci ilin qəbul sualı olubdur. 4-cü qruplar, 1-ci və 4-cü qruplara düşmüş sualdır. Deməli, nə deyir bizə? Atom bir enerji səviyyəsindən digərinə keçidi zamanı udulan fotonların dalğa uzunluqları verilmişdir. Atomun Y1 enerji səviyyəsindən Y3 enerji səviyyəsinə keçid zamanı udulan fotonun dalğa uzunluğunu hesablayın. Maraqlı sualdır. Baxın, 1-dən 2-yə keçəndə yazırıq Y1, 2 bərabərdir. Y1 çıxılsın Y2. Bunu modulda yazırıq, onsuz da fərq eləmir uşaqlar. Böyükdən kiçik çıxırıq normalda. Burada Y1 çıxaq Y2 yazdım. İndi 2-dən 3-ə keçəndə isə yazıram Y2, 3 bərabərdir. Y2 çıxılsın nə? Y3 yazacağım. Bu şəkildə yazdım. Bəs bizə nə lazımdır? 1-dən 3-ə. Onda yazıram Y1, 3 bərabərdir. Y1 çıxılsın Y3. Bax, bizə bu lazımdır da. Aha, dalğa uzunluğunu tapacağım təbii ki. Lambda 1, 3-ü. Gəlin buranı tərəf-tərəfə toplayalım. Tərəf-tərəfə toplayanda nə baş verəcək burada? Bax, buradan sistem tənliyi tərəf-tərəfə toplayın. Alırıq ki, Y1, 2, üstə gələk Y2, 3 bərabərdir. Toplayanda bu Y2-lər islah oldu. Y1 çıxılsın nə? Y3 aldım. Problemimiz yoxdur burada. Aha. İndi bəs burada Y1, Y2 daha doğru, aha, bəli, Y1, Y2 üstə gələk Y2, Y3. Bəs Y1, Y2 nədir? Fotonun enerjisi deyil. Fotonun enerjisinin yerinə nə yaza bilərəm? HC bölək lambda 1, 2. Üstə gəlsin. HC bölünsün lambda 2, 3 bərabərdir. Bu Y1 çıxaq Y3 bizə nəyi verir? Y1, Y3'ü vermir. Bunu da yerinə onda yazacağım. HC bölünsün lambda 1, 3. Buradan HC'lər ixtisar olar. HC'ləri atıram. Lambda 1, 2 nədir? 1 bölək lambda 1, 2, 300'dür. Üstə gəlsin. Lambda 2, 3 neçədir bəs? 700. 1 bölək 700 bərabərdir. 1 bölək lambda 1, 3. Buradan 1 bölək lambda 1, 3 bərabərdir. Hər ikisinin ortaq məxrəci 2100. 2100'ü 3'ə bölündə 7. Üstə gəlsin. 2100'ü 700'ə bölündə 3. Tərsinə çevirsəm lambda 1, 3 bərabərdir. 2100 bölək 3'ün üstə gəlində 10. Bu da eləyir 210. 210 nanometr olacaqdır. Cavab olur A variantı. 68. Hansı uşaqlar elektrik sahəsində meyl edir? Elektrik sahəsində meyl edən uşaq alfa uşaqlarıdır. Müsbət yüklərdir ona görə. A variantı. 69. Uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. H1 3 nüvəsi, H2 helium 2 4. Yəni tritiumla helium nüvəsidir. 2 neytrona malikdir hər ikisi. Bir dənə protonu var, kütlədə də 3'dür. Kütlədən proton sayını çıxırsan, olur sənə neytron sayı 2 oldu. Burada da 2'dir. Yəni 4'dən 2 çıxanda 2 qalır, 3'dən 1 çıxanda da 2 qalır da. 1 budur. 3 nüklona malikdir. Nüklon bax kütlə ədədidir, həm də nüklonların sayını göstərir. Bu da oldu 2. 1 protona malikdir. İndeksindəki proton, yük ədədləri proton sayını göstərməkdir. 1 protona malikdir, onda o da 1'ə gəldi. Proton və neytronların sayı eynidir. Neçə proton var? 2. Neçə neytron var? 4 çıxaq ki, o da 2'dir. Deməli 4 də gələcək bura. Kütlə ədədi, yük ədədi nisbəti 2'yə bərabərdir. Baxın, 3'ü 1'ə böləndə 3 olur. 4'ü 2'yə böləndə 2 olur. Deməli 5 də buna gələcəkdir. 2, 3, 1, 5, 4. Belə oldu. 70-ci sual. Neon 10-20, bir də 10-22 izotoplar üçün aşağıdakı mülahizələrdən hansı yanlışdır? Yanlışı seçəcəyik. Hər iki izotopun nüvəsində protonların sayı eynidir. Bəli, bunda da 10 proton var, bunda da 10. Bu düzdür. Bizə səhv lazımdır. Ona görə A götürmürük. Hər iki izotopun nüvəsindəki neytron sayı fərqlidir. Bəli, burada neçə neytron var? 20-dən 10 çıxanda 10. 10. Burada neçə neytron var bəs? 12. Fərqlidir. Bu da olmaz. Bizə səhvi axtarıq. Neon 10-20 izotopun nüvəsində protonların sayı neytronların sayına bərabərdir. Bəli, 10 proton, 10 neytron var. Bu da düzdür, olmaz. Neon 10-22 izotopun nüvəsində neytronların sayı protonların sayından 2 vahid çoxdur. Bəli, 12 dənə neytron var. Bu da düzdür, götürmürük. Hər iki izotopda nüklonların sayı eynidir. Bunda nüklon sayı 20'dir, bunda 22'dir. Bu səhvdir. Cavab oldu Y variantı. 71. Verilmiş kütləli cismin udduğu şüalanma enerjisini 3 dəfə artırdıqda onun şüalanma
dozası 2 qrey artarsa şüalanma dozasının əvvəlki qiymətini hesablayın. Biraz əvvəl elədiyimiz sualdır. Bax, fikir verin, təkrar eyni sualı saldılar burada. Şüalanma dozası dedik ki, enerjinin necə asıldı? Düz asıldı. Ona görə yazırsınız D2 bölək D1 bərabərdir Y2 bölünsün nə? Y1. Şüalanma dozası nə qədər artıb? 2 qrey. Onda yazırıq D1 üstə gələk 2 bölək D1 bərabərdir. Enerji isə 3 dəfə artırdıqda 3Y1 bölək Y1. Buradan ixtisarımızı eləsək, y'lər getdi. Çarpaz vurduq. 3D1 bərabərdir. D1 üstə gələk 2-yə. 2D1 bərabərdir 2-yə. D1 bərabərdir onda 1 qrey oldu. Cavab oldu C variantı. Bu qədər uşaqlar.